Məclis İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcə layihəsini birinci oxunuşda təsdiqləyib. Layihəyə görə fondun xərcləri 266,4 milyon manat olacaq. Bunun 28 milyon manatı isə işsizliyə görə sığorta ödənişlərinə ayrılır ki, bu da 2025-ci illə müqayisədə 65% artımdır. Bölgə TV xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, bu ödənişlər yalnız əmək müqaviləsi ilə çalışan və qanunla müəyyən edilən hallarda iş yerini itirən şəxslərə şamil edilir. Buraya təşkilatın ləğvi, ixtisar, mülkiyyətçinin dəyişməsi, işçinin məhkəmə qərarı ilə bərpası, müddətli hərbi xidmətdən qayıdış və əmək müqaviləsinin bitməsi daxildir. Vətəndaş əvvəlcə Dost və ya Məşğulluq Agentliyinin yerli qurumlarından işsiz kimi qeydiyyatdan keçməlidir. Sığorta ödənişi üçün müraciət edən şəxsin son dövrdə tələb olunan sığorta stajına malik olması əsas şərtdir. Ödəniş itirilmiş orta aylıq əmək haqqının 50% kimi hesablanır və məbləğ ölçü üzrə orta aylıq əmək haqqından yüksək, minimum sığorta ödənişindən aşağı ola bilməz. Hər bir uşaq üçün əlavə olaraq 5% artırılır. Rəna Rövşənqızı, BTV.